Azərbaycanda ilk dəfə inşallah bunun bütün ehtiyaclarını onlayn şəkildə kodu ilə bərabər açıq verəcəm. Avtomobil varmı bugün? Var. Gəlin bunun ehtiyac hissəsini açıq şəkildə onlayn bildirək. Mən nə qədər əziyyət çəkirəm bunu zavoddan almağa. Halbuki bu mənim haqqımdır. Mən məsəl üçün əgər BMW-nin Azərbaycan təmsilçisi olsaydım, BMW-nin bütün datalarına maşın gəlməmişdən qabaq çıxış haqqım var idi. Alman mənə şərait yaradır, burada isə mən Çinlinin yerini işləyirəm. Bax budur, deyirsiniz, hardan bilirsən ki, o ehtiyat hissləri olmayacaq. Gözəl insanlar, mən ad çəkmək istəmirəm. Dostlar, bugünkü videomda sizə Çin maşınlarının əsas problemləri haqqında danışacağım. Bu problemlərdən öncə mən istəyirəm ki, şimal qonşumuz olan Rusiyada bir blogerin sözlərinə bir qulaq asaq. Я тут на Л9 дверь искал, да я охуел просто, да это невозможно. К чему я это говорю? Я это говорю к тому, что когда европейские бренды или там американские какие-то бренды, когда они запускают автомобили, они проводят огромное количество тестовых испытаний, и они тратят на это огромное количество денег. Поэтому косяков меньше, чем в китайских машинах, это понятно, да? Следующий пункт. Когда они производят и в страну, например, привозят 10 тысяч там BMW пятерок, то у них на эти 10 тысяч BMW пятерок есть там, я не знаю, 3000 запчастей на складе, на центральном, они уже лежат. У тебя отвалилось колесо, тебе его поставили. У тебя отвалился рычаг, тебе его поставили. Вот с этими ребятами ситуация называется «Ни! Я!». И это происходит по всем китайским машинам. Вообще по всем. Rusca bilənlər başa düşdü. Bilməyənlər üçün deyim ki, bu bloger deyir ki, qərb avtomobili satışa çıxartmadan öncə onun böyük bir ehtiyat hissəsi bazasını artıq hazır eləyir. Eyni zamanda avtomobili satışa çıxartmadan öncə avtomobilləri həddindən artıq çox test eləyir və bu da ona gətirib çıxardır ki, xəta payı avtomobillərdə az olur. Amma deyir ki, bu Kitay avtomobillərində yoxdur və bu çox ciddi problem yaradır və orada çox ağır bir söyüş söyür. Deyir ki, hətta bu heç olmasa bunların birində yoxdur. Bunların deyir, hamısı bugündədir. Əslində qalanda o bir istifadəçi kimi orada o söyüşü söyür. Deyir ki, ehtiyat hissəsi tapa bilmədim və bütün Kitay maşınlarda bu belədir və buna görə də öz emosiyalarını söyüşlə bildirir. Amma əgər ki o işə texniki cəhətdən baxsaydı, servis tərəfindən baxsaydı, ehtiyat hissəsi bazası tərəfindən baxsaydı, data bazı tərəfindən baxsaydı, o zaman mən şəxsən deyə bilərəm ki, şəxsən mən öz emosiyalarımı ondan 10 qat daha ağır söyüşlə ifadə eləmək istəyərdim. Təəssüf ki, buna icazə verilmir.